Dostlar, deməli meşə qırağında bax bu lalələrə, vəhşi lalələrə rast gəldim. Deməli ağlıma bir belə deyək, müdrikliklə bağlı bir təsəvvürlər bütünü gəldi. Nədir bu təsəvvürlər bütünü? Bax məsələn üçün deyək ki, bu lalələrdən insanların olmadığı başqa bir təbiət məkanında da var. Məsələn, biz deyək ki, orada o lalələri heç kim görmür. Və yaxud ola bilər ki, ehtimallardan biri bu lalələri də heç kəs görməsin. Amma bizim o lalələrin gözəlliyini görməməyimiz o demək deyil ki, bir yandan baxanda bu güllər bu qədər qəşəng deyillər. Onlar yenə də öz qəşəngliklərini, öz varlıqlarını, öz təbliğlərini qoruyurlar. Düzdür? Yəni bu gözəlliyi kimsə görməsə də belə, varlığa bir yandan yanaşanda aydın olur ki, əslində bunların gözəlliyi, sevimliliyi, zərifliyi öz-özlüyündə mövcuddur. Bu dostlar, gerçək qəhrəmaniliyə də aiddir, qəhrəmanəliyə də aiddir. Bu gerçək müdrikliyə də aiddir, gerçək xeyirxahlığa da aiddir və digər üstün məziyyətlərə də aiddir. Məsələn üçün tarixi düşünün, varlığın bütövlüyünü düşünün, insan varlığının bütövlüyünü düşünün. Təsəvvür edin ki, tarix ərzində gör neçə bizim bilmədiyimiz məkanlarda gerçək qəhrəmanlar öz vətənləri uğrunda, öz xanımları uğrunda, onlar üçün əziz olan insanlar uğrunda savaşıblar. Və onlardan bizim xəbərimiz yoxdur. Amma onlardakı qəhrəmanlıq gerçək qəhrəmanlıq idi və gerçək effekti, təsiri var idi. Gerçək bir ucamanlıq idi. Bizim onları tanımamağımız o demək deyil ki, onlar qəhrəman deyildilər. Onlar əlbəttə ki, qəhrəman idilər, düzdür? Çünki qəhrəmanlıq onların ruhunda, qəlbində, daxili dünyasında var idi. Necə ki, bu bitkilər, bu gözəlliklər təbiətin təsiri ilə yerdən çıxırsa, onlardakı o qəhrəmanəlik də belə təbiət iradəsi ilə yaranmışdı və həqiqi idi. Biz onları tanımasaq da, bilməsək də, amma təsəvvür edərək bunun fərqinə vara bilərik. Bu gerçək müdrikliyə də xasdır. Əgər bir gerçək müdriklik fərqinə varılmırsa, qiymətləndirilmirsə, dəyərləndirilmirsə, bu o demək deyil ki, o müdriklik yoxdur. Əlbəttə ki, o müdriklik də bax, təbiətin bu cür balaları kimi onun birbaşa bətnindən doğur və varlığının mövcudluğunu davam elətdirir və sürəkli çiçəklənir. O cümlədən bu digər məziyyətlərə də aiddir dostlar. Belə. Biraz təbiətin balalarına yaxından nəzər salaq bu gözəlliklərə. Hələlik imkan olduqca təbiətdən qalın.